Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Bu gün sizlər üçün fəza fiqurlarından bağlı olduqca maraqlı bir sualın izahına baxacağıq. Oxuyaq məsələmizi. Nazimin iki eyni ölçülü kərpiciləri var. O kərpiciləri göstərilən formalarda olmaqla yan-yana qoyur. Alınan fiqurların səthlərinin sahəsi 72, 96 və 102-dir. Bir kərpicin səthinin sahəsi nə qədərdir? Təbii ki, bu kvadrat vahidindən ifadə olunub. Kvadrat desimetrdə olar, kvadrat santimetrdə olar və fiqurun üzərində bunların uyğun sahələri qeyd olunub. Əvvəlcə müəllimlər, biz rahat olması üçün bunu kənarda, kərpicimizi kənarda çəkək. Xəyalən təsvir edək. Bax, tutaq ki, bu bizim kərpicimizdir. Bu da bunu, bu görünməyən üzlərdə hamı vizual olaraq kərpic görüb də. İndi bu kərpici biz bunun tillərindən yola çıxsaq çox çətinliklə qarşılaşarıq. Ona görə daha sadə bir qaydanı sizə deyəcəm. Bir kərpicin üzlərini adlandıracağıq. Bu kərpicin 3 fərqli üzü var da. Lori dildə desək yuxarı və alt, yəni üstü və oturacaq. Ona görə bunların üstü və oturacaq hissəni x ilə qeyd edəcəm. Yəni bu kərpici, bir dənə kərpicdən danışırsa, tutaq ki, bu kərpicin birinin yuxarı hissəsinin sahəsi x-dir. Yenə deyirəm, x burada til filan deyil. Səthinin bir üzünün sahəsidir, yəni yuxarı üzünün. Yuxarı üzünün sahəsi x-dirsə, aşağı üzünün sahəsi də x-dir. Tamam, buranı x ilə əvəz elədik. İndi gəlirik kərpicin bax bu üzünə, bax bu üzünə, yəni buradakı bu üzünə. Buranı y ilə götürəcəm. Bura y-dirsə, bu bir tərəfdə y olacaq. Bu uc hissələr, kərpicin belə deyək də, ucları deyək. Bu kərpicin uc hissələrinin də sahələrini mən z götürəcəmsə, burada z götürəcək. Bu kərpic də düzbucaqlı parlapet formasındadır və ya kuboid formasındadır. İndi gəlin bu dediklərimizi yazaq. İndi gəlin görək bu fiqurun tam səthinin sahəsi nə qədərdir? Bura x-dirsə, bura da x olacaq. 2 dənə kərpic yanaşı qoyulub. 2x burada, oturacaqlarında da x. Onda belə çıxır ki, yəni alt hissədə də 4x olacaq. Üstə gələk. Bu tərəfi mən y ilə qəbul eləsəm, onda bunun bu bir tərəfi, bu da y olacaq. 1y bura, 1y bura, 2y. Üstə gələk z-lərə. Z burada, z burada. Bir də kərpicin bu görünməyən ucuları z. 4z bərabərdir 96-ya. Bu fiqurun səthinin sahəsi budur. İndi keçək digər fiqurun səthinin sahəsinə. Bax, bu fiqurun səthinin sahəsinə. Burada x yuxarıda, x aşağıda. Üst-üstə qoyulub deyə, burada yanaşı qoyulmuş deyə 4x oldu. Amma burada 1x yuxarıda, 1x aşağıda. Cəm olacaq 2x. Üstə gələk. Y-lərə baxaq. Burada y, bura y. Bu bir tərəfdə y. Nəticə olaraq üstə gəl 4y. Üstə gələk. Z-lərə baxaq. Bu iki dənə kərpic var. Bunun bu ucu z-dir, bunun bu ucu z-dir. Bu bir tərəfdə z. Nəticə olaraq 4z bərabərdir 72. Gələk ən sonuncu fiqurumuzun səthinin sahəsinə. Burada x, aşağı x, bura x. Nəticə olaraq 4x üstə gələk. Y. 4y üstə gələk. Z-lərə baxaq. Bura z, bura z. 2z də bərabərdir 102-yə. Bunu aldıq. Artıq bunu vizual olaraq təsvir eləməyə çalışdıq. İndi gəlin bunları tərəf-tərəfə toplayaq. 10x üstə gələk, 10y üstə gələk, 10z bərabərdir. Toplayanda 270 eləyir. X üstə gələk, y üstə gələk, z də bərabər 27-yə. X üstə gəl, y üstə gəl, z. Məndən isə bir kərpicin səthinin sahəsini soruşur. O kərpici yenə burada cızma qarı eləyirəm. Bu kərpic deyək də, belə təsvir eləyək, tam oxşatmağa çalışaq. Belə bir kərpicdir. Yuxarıdakı kərpici burada çəkirəm elə bil ki. Aha. Bu kərpicin bu tərəfini biz üst hissəsini x götürmüşük, aşağı hissəsini x. Onda 2x burada olacaq. Y üstə gələk 2y üstə gələk 2z. Hər üzündən 2 dənə olduğuna görə onları cəmləyəcəyik. Burada da x üstə gəl, y üstə gəl, z 27-dir. Hər tərəfini 2-yə vursaq, onda bu da bərabər eləyər 54-ə. 1x, 1y, 1z 21, 27 olduğundan 2x, 2y, 2z də 54 olacaq. Doğru cavab D variantı. Bu qədər müəllimlər, hər birinizə uğurlar arzulayıram. Belə deyək, sadə suallar işləməklə yanaşı, çalışın özünüzü hər mövzuda biraz fərqli suallara dalışdırın ki, o imtahanda yaza bilmədiyiniz, çətinlik çəkdiyiniz 3-4 sualın da öhdəsindən gələ bilərsiniz. Bu və bu kimi digər sualları sınaqlarımızda, dərslərimizdə kifayət qədər işləyirik. Ən son qrupumuza qoşulmaq istəyən müəllimlər qeyd olunan nömrə ilə əlaqə saxlaya bilər. Bir həftə dərslərimiz başlayacaq. Sağ olun müəllimlər.
Növbəti izahlarda görüşərik. Hələlik.